mən yəni insanları yəni belə naçiş olmaqlarını, belə şərəfsiz olmaqlarını, insanları tanımaq olmur. Yəni insanlar göründüyü kimi deyil, onun iç yüzü nə vaxtsa çətinliyə düşəndə çıxır. Allah şahidim olsun ki, yəni mən həyatda verilən ömürlük müddəti də mənim üçün heç bir şeydir. Yəni çünki mən bu dünyada mən ailəmsiz, yəni ki, mən qızımsız mən həyat. Mənim üçün yəni ki, indi bu dəqiqə çölə çıxsam mənim üçün həyat yəni heç nədir. Yəni mən ömürlükdür, o mənim tükümü belə tərpətmir. Bu ömürlük deyilən bir şey yəni mənə çox az təsir elədi. Deyəm, o təsir elədi ki, mənim valideynlərimin göz yaşım. Yoxsa mənim öz həyatıma, mən bir dəqiqə günü bu gündə yəni ki, heç yaşamaq belə niyyətim yoxdur. Çünki mən elə bir yaşdayam ki, mənim taytuşlarım, mənim yaşlılarım evlad oynatdığı vaxtında mən evladımın şəklini türmə divarında oynadım. Mənə də bu günləri nəsib edənlər oldu. Yəni ki, bu günü mən istəməmişəm. Yəni ki, mən bu günü yaşamaq istəməmişəm. Mən həyatda əziyyət çəkməyə xoşlamışam ki, əziyyət çəkim, halal qazanım, halal yedizdirəm, halal yaşayım, kişi kimi yaşayım. Mən onu yaşamamışam ki, yəni mən qazanım həyatda, naçiş kimi yaşayayım, amma ki, həyatda prosto yaşayayım da. Mən kişi kimi ölərəm, kişi kimi də yaşayaram. Mən ölməyi seçərəm ki, yəni naçişliyim olmasın mənim. Mənim həyatda bir dənə prinsipim var. Mənim həyatım, mənim qeyrətimdən yüngül gələr, mənim qeyrətim bağır gələr. Mənim həyatım heç nədir mənim qeyrətimin yanında. İnsanlar var ki, onun qeyrəti 100 qramdan artıq deyil. Mənim qeyrətim dünyalar qədərdir. Mən